Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Övladlarını məktəbə yola salacaq valideynlər geyim və dərs ləvazimatlarının baha olmasından şikayətləndilər. 200-dən çox bəlkə lazım olacaq. Almaq üçün də, yəni hər şey. Ən aşağısı bir 100 manat, ən aşağısı. Belə 200-300-ə gəlir çıxır. Ən aşağı 100 manat. Məsəl üçün gedəsən belə də ucuz bir şey. Çantalar bu sadələrdir ki, 30-55 manat. Ən yaxşı çanta 55-50 manat, 40 manat. Elə onu alırsan. Bunun dəftərləri, qələmi, geyimi, işlər bahadır. 150 manat. Ancaq dəftər qələm almışıq, paltar almamışıq. Что вас не устраивает? В прошлом году не устраивали швы. Абсолютно не устраивали швы, потому что швы расползались только так. Но мы сейчас отнесем ее в портнихи и... Да, не пишу перед тем, просто дополнительно дострочим. Bir 200 manatı saxlamaz hamısını. Bakı Tikiş Evinin satış şöbəsinin müdiri Etibar Əzimov vahid məktəbli geyim formalarının əvvəlki illərlə müqayisədə müəyyən artımın olduğunu bildirdi. Bizdə cüzi qiymət artımı olur. Yəni bu qaçılmazda özünüz bilirsiniz. Dollar 78 qəpikdən indi gəlib çıxıb 1 manat 69 qəpiyə. Amma bizdə məktəbli formaları keçən il 34 manat idi, bu il 37 manat olub. Yəni qiymət artımı 7 manat cəmiz. Bütün materiallarımız, hətta onun demək astarı da, üzü də, kleyboyu da, düyməsi də, iynəsi də, sapı da hamısı Türkiyədən biz dollardan alırıq. Ona görə cüzi qiymət artımı olub 37 manat. Aşağı sinifin kostyumudur, 43-46 manat yuxarı sinifin kostyumu. Qiymət artımı məktəb ləvazimatlarının satışı ilə məşğul olan mağazalardan da yan keçməyib. Vəsədən sonra bir çox obyektlərdə, bir çox sahibkarların belə ofis məktəb ləvazimatlarında qiymətlər artımında oldu. Bu əlbəttə ki, topdan pərakəndə satışda qalxır, bizdə də avtomatik qiymətlər qalxmalıdır təbii olaraq. Deyilənlərdən belə qənaətə gəlmək olar ki, ölkənin son iqtisadi vəziyyəti valideynlərin büdcəsinə də təsirsiz ötüşməyib.